Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən keçirilən tender müsabiqələrinin nəticəsi məlum olub. Yeniavaz.com xəbər verir ki, Qaçqın.com-un tender müsabiqəsinin qalibi 166 Qlobal Logistik MMC olub. 166 Qlobal Logistik MMC Qaçqın.com-un sifarişi ilə Laçın şəhərinə 40, Qubadlı rayonunun Zilanlı kəndinə 193, Qubadlı rayonunun Mahrozlu kəndinə 190, Ağdərə rayonunun Həsənriz kəndinə 98, Tərtər rayonunun Umudlu kəndinə 116, Xocavənd rayonunun Xocavənd kəndinə 50 məcburi köçkün ailəsini köçürəcək. Qaçqın.com ümumilikdə 687 ailənin köçürülməsi üçün 166 Qlobal Logistik MMC-yə 638.875 manat 60 qəpik ödəyəcək. Rəqəmlərdən də göründüyü kimi bir məcburi köçkün ailəsinin qeyd olunan rayonlara köçürülməsi xərci orta hesabla 930 manat təşkil edəcək. Onu da bildirək ki, təxminən 2 ay əvvəl Qaçqın.com-un keçirdiyi daha bir tenderin qalibi 166 Qlobal Logistik MMC olub. MMC Ağdamın Xıdırlı kəndinə 719, Ağdam şəhərinə isə 1268 məcburi köçkün ailəsi köçürmək üçün Qaçqın.com-dan 1.630.223 manat 10 qəpik alıb. Nəticədə 2 ay əvvəl bir məcburi köçkün ailəsinin Ağdama köçürülməsi xərci 820 manat təşkil edib.